Paytaxtın Səbail rayonunda uğurluq hadisəsi baş verib. Xəbərlər.net xəbər verir ki, zərər çəkən polisə müraciət edərək 5000 manat dəyərində qızıl zinət əşyalarının naməlum şəraitdə uğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 47 yaşlı Abbasova müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs rəfiqəsi ilə birlikdə restoranda nahar edən zaman onun qızıl zinət əşyalarını çantasına qoyduğunu görüb və diqqətini yayındıraraq uğurluğu törədib. Hadisə baş verdikdən dərhal sonra zərər çəkən polisə müraciət edib və bunu görən Abbasovu şübhələri üzərindən atmaq üçün vaxt itirmədən 102 xidmətinə zəng eləyərək onun da elə restoranda $300 pulunun uğurlanması barədə birələkdən polisə yalan məlumat verib. Hadisədən sonra Abbasov rəfiqəsindən taladığı qızıl zinət əşyalarını zərgərlik mağazalarının birində apararaq satıb. Faktla bağlı araşdırma aparılır.